Nəcəfov Asiman, Laçın şəhər sakiniyəm. Laçına köçən ilk ailələrdən biriyik. Laçın işğal olunanda mən hələ doğulmamışdım. Amma valideynlərimdən Laçın haqqında çox məlumat eşitmişdim. Ona görə də Laçında yaşamaq arzum idi. Laçına qayıtdıqdan sonra iş üçün məşğulluğa müraciət elədim və məni Azərenerjiyə yönləndirdilər. Azərenerjidə əvvəlcə bizə kurs keçirdilər. Kurs keçdikdən sonra Laçın şəhər Sus kəndində yerləşən kiçik su elektrik stansiyasında növbətçi elektrik monitörü vəzifəsində çalışmağa başladım. Bugün öz torpağımızda, öz vətənimizdə yaşayıb işlədiyim üçün çox xoşbəxtəm. Bütün bunları bizə yaşatdığı üçün Cənab Prezidentimizə təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin.